2009-cu il may ayının 17-si Bazar günü Həzrət Ayətullah Məhəmməd Təqi Behçət bu dünyanın son dayanacağına çatır. Lakin bu səfərin sonu deyil. Əksinə, səfərin başlanğıcıdır. Həyat davamlı irəliləyişdən ibarət bir səfərdir. Əgər sən uçmaq üçün qanadlarını açsan, iradən yolunu açar, yüksələrsən, ucalara qalxarsan, daha heç bir qüvvə səni saxlaya bilməz. Torpaqdan uzaqlaşarsan və ruhunu səmanın sonsuzluğuna təslim edərsən. Ta səni təqdiri yəzdan eylədi məndən cüda, yandırır şövqün məni, dağda yetişsən ey xuda. Aşiqlərin həyatı vüsalındadır fəqət. Gər bu müyəssər olsa, rəqibin fənası var. Faddalnə ba'dahum alə ba'din. İnsanların bəzisini bəzisindən üstün etdik. Eşq içrə əzab olduğun ondan bilirəm kim. Hər kimsə ki aşiqdir, işi ahu fəğandır. Sübh gördüm ki, o dəstəmaz ala bilmir. Təyəmmüm etdi. Dəstəmaz ala bilmədi. Yəni bugün? Bəli, bugün sübh. Namazı belə ayaq üstə qıla bilmədi. Mən təəccübləndim. Düşündüm ki, görəsən nə olub. Bir stəkan su qoymuşdum onun üçün. Şənbə günü saat 10-dan bu səhərə qədər. Allah şahiddir, stəkan olduğu kimi dururdu. Bir barmaq qədərində də içməmişdi. Dedim, ağa, heç nə yeməmisiniz. Niyə özünüzə belə əziyyət verirsiniz? Biraz nəsə hazırladılar onun üçün. Qaynar su, nabat və başqa şeylər. Çox da israr etdilər ki, biraz içsin. O da barmaq ucu qədər içdi. Sübh namazını qıldı, 2 namaz da ondan sonra qıldı, sonra uzandı, halsız idi. Uzandıqdan sonra bir neçə dəqiqə arayla təkrar Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh deyirdi. Səssizcə Əssəlamu aleykum dedi. Bir neçə dəfə. Fikirləşdim ki, niyə belə edir? Axı onun yaddaşında bir problem yox idi. Dedim dayanın, gəlsinlər serum vursunlar, ola bilsin taqəti yoxdur.
Çünki bundan bir müddət əvvəl də serum vurmuşdular, biraz da dərman vermişdilər, amma o dərmanları içmirdi. Bu dəfə də vurduq ki, yarım saata halı düzələr. Amma baxdım, vəziyyəti düzəlmədi. Dedim, həkimə deyin tez gəlsin. Həkim gəldi, baxdı, sonra getdi. Mən onu aşağı endirdim, hazırlaşdıq, əşyalarını yığdım, paltarını düzəltdim, köhnə analizləri, əvvəlki müayinə kağızlarını da götürdüm ki, Tehrana aparaq. Yola çıxmaq üçün hazırlaşdıq. Bir də gördüm ki, o yatıb. Axı dünəndən bəri yatmamışdı. Dedim, yaxşı, qoy indi biraz yatsın. Amma sonra da fikirləşdim ki, tez getmək lazımdır. Gəldim, onu çağırmaq istədim, amma gördüm ki, artıq cavab vermir. İnsan ariflərin ifadəsi ilə desək, bu qəfəsdən, bədən adlı bu məhdud çərçivədən azad olan zaman öz həqiqi həyatını yenicə başlayır. Böyüklərin dilində insanın tərifində belə deyilib. İnsan əzəli bir varlıqdır. Bu aləmdə cismani baxımdan sonradan yaranır. Amma onun həqiqəti əzəlidir. Biz deyə bilmərik ki, insan nə vaxtdan var olub və nə vaxt edə olacaq. Niyə? Çünki insanın varlığı haqq Taala'dan qaynaqlanır. Onu insan surətinə salıb ona öz ruhumdan üfürdüyüm zaman, öz ruhumdan ifadəsi göstərir ki, ruhumuzun həqiqəti uca aləmdəndir. Buna görə də ilahi insanlar varlıq baxımından həm mülk, həm də mələkut aləminə əhatə edən bir üfüqə sahibdilər. Allahın ruhunun mənsub olduğu o laməkan aləmində keçmiş, gələcək və indiki zaman anlayışları yoxdur. Beləcə, onların əzəliliyi əbədiyyətlə bir olur, əbədiyyəti də əzəliliklə eyni mahiyyətdədir. Ona görə də ölüm və həyat Allah adamları üçün bir məna daşımır. Çünki onlar həqiqi mərifət sayəsində dirilmişlər və əbədi olaraq diri və qalıcıdırlar. Bizim ölümümüz yuxuya getməyimiz kimidir. Bu, o qədər də önəmli deyil. Əsası odur ki, Allahla ol. Hər şey sənin üçün düzələcək. یکی میگفت من خیلی خائف از وفات تا دیگه نزدیک وفاتش که رسید نزدیک وفاتش که رسید این بیچاره بعد از اینکه خواسته بود بعضی برن پیشش نرفتن خیلی ناراحت شده بود اظهار ناراحتی کرده بود بعد یک دفعه گفتن به که خودش در هم حال اعتدال دیگر از مرگ نمیترسن دیگر نمیترسن چی شده بود؟ یه آب داشت یک مرغابی هم خیلی زیبا در وسط این آب بود و پر میزد چه پر زدنی اینا را که دید خیلی خیلی خوشحال شد و دیگه نمیترسم از مرگ دیگه نمیترسم بالاخره خدا کاری کرد که این یقدری حاضر بشه برای این مطلب لیرغب المؤمن فی لقاء ربه Mərhum Ayətullah Əraki vəfat etmişdi. Onun vəfatının ikinci günü mərcələr tərəfindən başsağlığı vermək üçün gedəndə dedilər, siz də gəlin. Mən də getmək istəyəndə məni çağırdı və dedi, indiki getmək istəyirsən, öz adından gedirsən, yoxsa mənim adımdan? Əgər öz adından gedirsənsə, mən sənin işinə qarışmıram.
İstər alim ol, istər mərcə, istər alimlərin alimi, istər mərcəklərin mərcəsi. Mənə fərq yoxdur. Nə istəyirsən elə. Amma əgər mənim adımdan, mənim tərəfimdən gedirsənsə, o zaman bil ki, sənin atan sadəcə bir tələbədir. Get çalış, heç kəsin oturmaq istəmədiyi yerdə oturasan. Bu arifin huzurunda insanı ən çox cəlb edən şey həqiqətən də onun ixlası idi. Onun danışığında daim vurğuladığı söz bu idi və sonralar da eyni şeyi buyurardı. Elm toplamaq o qədər də mühüm deyil. Mühüm olan əməldir. O da elə bir əməl olmalıdır ki, ixlasla olsun. Və bu ixlas da elə bir mərhələyə çatsın ki, insan özündən də qurtula bilsin. Məsələn, mərci olmaq mövqeyi onun üçün yarandı, amma bu onu zərrəcə dəyişmədi. Bu pərdədə ey insan, nə göstərsələr sənə, bəyənməsən verərlər ondan da gözəl sənə. Keçmiş 10 illiklərdə bəziləri düşünürdü ki, irfan yoluna girmək müəyyən riyaziyyətlə və xüsusi zikirlərlə, yaxud necə deyərlər, çillə saxlamaq və insanlardan uzaqlaşmaqla mümkündür. Amma sübut olundu ki, yox belə deyil. Həqiqi irfan budur ki, insan cəmiyyətin içində, xalqın arasında olaraq təqvaya riayət etməklə, ilahi hədləri qorumaqla o seyri-sülük yolunu keçsin. Və bu metod Əhl-i-Beyt əleyhimussalamın nəzərində həm münasib, həm də bəyəniləndir. Arifin səyi budur ki, tövhidə yol tapsın və oraya çatsın. O heç vaxt kəramət göstərməyə niyyətində deyil. Amma insanlar daha çox bunu bilmək istəyirlər ki, görəsən bu şəxs hansı qeyri-adi işləri görür. Halbuki mənəvi yüksəlişə çatmış bir arif bu şeylərə əhəmiyyət vermir. Necə deyərlər, o artıq özünü tövhidlə abad edib. Vücudunu bərbad edərək yenidən tövhidlə abad edib. Yəni artıq kəramətlə işi yoxdur. Əgər böyüklərimizdən tövhid əhlinin bəzi kəramətləri nəql olunubsa da, bu onların batininin təzahürüdür. Amma onlar öz kəramətlərinə fikir verməyiblər. Bir nəfər mənə dedi ki, artıq 7 ildir hər həftə bir dəfə Qum şəhərinə Ayətullah Behçəti görməyə gedirəm. Dedim, niyə? Dedi, mən əvvəl namaz qılmırdım. Dinə, axirətə və qiyamətə də şübhə ilə yanaşırdım. Bir gün dostlarımdan bir neçəsinin vasitəsilə o kiçik məscidə getdim. Ağa orada namaz qılırdı. Namaz qılmadığım üçün bir küncdən sadəcə ona baxırdım. Amma onun axan göz yaşlarını, qəlbindəki yanğını, namazdakı irfani halını gördüm. Birdən-birə halım dəyişdi, o gündən namaz qılmağa başladım. Bu, əsl irfandır. Yəni bir davranışımızla, baxışımızla, namazımızla, raz-ı niyazımızla insanlara Allahı göstərməliyik. Subhanallah, subhanallah, subhanallah. Subhanallah liman hamidah. Allahu akbar. Subhanallah. Subhanallah. Allahu akbar. Allahu akbar. Subhanallah. 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 Allahu
Əhli nəzər olan alimlər qeyd edirlər ki, onun namazında iştirak etmək seyri sülük və mənəvi təkamül üçün kifayət edirdi. Çünki onun namazı kəsrət aləminə məxsus deyildi. Onun namazı Allahın cəmalının aynası idi. Heç vaxt öz namazına baxmazdı. Onun namazı Allahı göstərən, fitrətən Allaha yönələn bir namaz idi. Qulun Malik qarşısında ilk ifadə etdiyi həqiqət yoxsulluq və bəndəlik etirafıdır. Deyir, İyyəkə nə'budu. Onun bütün səyi bu idi ki, mənliyi təzahür etməsin. Ağa Bəhcət ibadətdə tayı bərabəri olmayan bir nümunə idi. Bütün vücudu yoxsulluqdan ibarət idi və onun bütün işləri bu nahiyədən idarə olunurdu. کنار آقای آلوکا بذارید کنار آقای احوال شما را همین پیش از من پرسیدن. Biz də hamıya baş sağlığı veririk. O həqiqətən hamının atası idi. Bizimlə görüşən hər kəs deyirdi ki, xəbərin yoxdur, ağa mənim xəstə uşağımın halını daim soruşurdu. Elə diqqət göstərirdi ki, sən təsəvvür belə edə bilməzsən. Mən də dedim, o hamıya qarşı bu cür olmuşdu. Dostlarımızdan biri bizim evə gəldi. Xanımı doğum halındaydı. Həkimlər dedilər ki, uşaq ana bətnində ölüb. Əlamətlər bunu göstərir. Həm də ananın həyatı üçün təhlükə var. Gördüm ki, çox narahat vəziyyətdədir. Dedi, belə bir problem yaranıb, nə edim? Mən dedim ki, sən get xanımının yanında ol, mən gedim Ağa Behcətin yanına. Dərhal motosikletə minib hərəmə getdim. Ağa hələ hərəmdə idi. Dedim, ağa, belə bir məsələ var. Dayandım və ağa o şəxs üçün dua etməyə başladı. Təxminən saat 10-11 radələrində həmin dostum evimizə gülərüz və sevincli halda gəldi, dedi, həm uşaq salamatdır, həm də anası. Bir qutu şirniyyat da gətirmişdi. Səhəri gün yenə ağa hərəmdə oturmuşdu. Mən də getdim, biraz şirniyyat apardım və dedim, ağa, dünən sizə dediyim o məsələ şükür salamatçılıqla qurtardı. Ağa buyurdu ki, mənim də ürəyim istəyirdi ki, həm uşaq sağ qalsın, həm də anası. Shall
Ayətullahul Üzma Behcət elə bir alim idi ki, elm və irfanı özündə cəm etmişdi. Bu onun Kərbəla və Nəcəfə 16 illik səfərinin və Şeyx Məhəmməd Hüseyin Qərəvi İsfahani, Mirzə Naini, Seyid Əbülhəsən İsfahani və Seyid Əli Qazi kimi böyük şəxsiyyətlərin kənarında olmağının bəhrəsi idi. Bu böyük alimlərin yalnız birinin şagirdi olmaq belə, insan üçün bir ömür iftixar sayıla bilər. السلام عليكم ورحمة الله وبركاته.
خصوصا روایت دارد به این که هر کی وفات میکنه چه مؤمن باشد چه کافر باشد، این روایت دارد، خیلی مناسب با اعتبارم هست. هر کی وفات میکنه چه مؤمن باشد چه کافر باشد، میگه ای کاش جلوتر آمده بودم، ای کاش جلوتر آمده بودم. مؤمن مقاماتش میبینه. اینجا تا نگاه کن خوب، این زدایای بهشت رو ببینه، اینجاست تا همین دیدنش که الان دیگه از حال میبره، از خوشحالی.